Hörmətli izləyicilər, kanala abunə olub like etməyi unutmayın. Günün xəbərləri təqdim edir. Bank xidmətlərindən istifadə edən müştərilər arasında ən çox narazılıq doğuran məsələlərdən biri müqavilə şərtlərinin birtərəfli qaydada dəyişdirilməsidir. Xüsusilə kredit və ya debet kartı əldə edərkən müştəri bankla müqavilə bağlayır, faiz dərəcələri və digər xidmət haqları müqavilədə dəqiq göstərilir. Ancaq bəzi hallarda bank müqavilənin qüvvədə olduğu müddətdə şərtləri xəbərdarlıq etmədən dəyişir ki, bu da müştərilərin hüquqlarının pozulması kimi qiymətləndirilir. Müştəriyə xəbər verilmədən faizlərin və ya xidmət haqlarının dəyişdirilməsi qanunidirmi? Referans az xəbər verir ki, məsələ ilə bağlı Yeni Sabah danışan iqtisadçı ekspert Əkrəm Həsənov prosesin qanuni tərəfini belə açıqlayıb. Banklar müəyyən hallarda xidmət tariflərini dəyişə bilərlər. Bu, sağlam məntiqə əsaslanan normal haldır. Çünki bank hesabı üzrə müqavilə 5 və ya daha çox müddətə bağlansa da, tariflərin vaxtaşırı dəyişməsi mümkündür. Bu, bankın ömrünün sonuna qədər eyni şərtlərlə xidmət göstərməsi anlamına gəlmir və banklara qarşı da düzgün yanaşma olmaz.